Axşamınız xeyir olsun. Aktual gündəm efirdədir. Bugün yenə Amerika Birləşmiş Ştatları və İran arasındakı mövcud gərginliyi müzakirə edəcəyik. Qeyd edim ki, dünənki verilişimizdə elə ilk xəbəri biz sizə çatdırmışdıq ki, Axios bir paylaşım etmişdi ki, həm Amerika Birləşmiş Ştatları, həm də İran birlikdə çərçivə razılaşması əldə ediblər. Lakin bir neçə saat sonra İran bu belə deyək xəbəri təksib edib. Tərəflər niyə razılığa gələ bilmirlər və razılaşmamağa doğru getmənin səbəbi nədir və bu cür razılaşmanın ortada olmaması, yəni çərçivə razılaşmasının ən azından əldə olunmaması hərbi variantları həm də masada saxlayır ki, ekspertlər də bu yöndə açıqlamalar verirlər ki, tərəflər gündən günə onlar arasında hər hansı bir razılaşmanın əldə olunmaması Birləşmiş Ştatların hərbi variantlara üst tutmasına gətirib çıxara bilər. Amma başqa bir tərəfdən də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio açıqlama verdi ki, əslində İranla müəyyən danışıqlarda irəliləyiş əldə olunub, lakin irəliləyişin təfərrüatları haqqında heç bir məqam siyasilər tərəfindən açıqlanmır. Bu məqamların gizli saxlanılmasının səbəbi nədir? Ümumiyyətlə tərəflər hansı məsələlərdə müəyyən irəliləyişlər əldə edə bilərlər? Həm də maraq doğuran məqamlardan biri budur. İstənilən halda uran ehtiyatlarının təhvil verilməsi və Hörmüz boğazından sərbəst keçidin təmin olunması tərəflər arasında əsas düyün nöqtələrindən biridir. Amma ərəb mənbələri iddia edirlər ki, əslində uran ehtiyatlarının təhvil verilməsi məsələsində də tərəflər arasında müəyyən irəliləyişlər əldə olunub. Bu da maraq doğurur. Necə təhvil verilmədən söhbət gedir? İran əslində maraqlıdır ki, uran ehtiyatlarını Çinə təhvil versin. Müxtəlif mənbələr bunu iddia edirlər və bunun müqabilində də Çindən təhlükəsizlik təminatları alsın. Lakin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump da bir açıqlama vermişdi ki, bir mənalı olaraq uran ehtiyatları Birləşmiş Ştatlara təhvil verilməlidir. Üçüncü hər hansı bir ölkəyə təhvil verilməyəcək uran ehtiyatları nə Rusiyaya, nə də Çinə. Düyün nöqtəsi də əlbəttə ki, bu məqam. Digər məqam isə Hörmüz məsələsidir ki, Hörmüz məsələsində də tərəflər müəyyən razılıq əldə edə bilmirlər. İndi bildirilir ki, əslində hər iki tərəf təzyiq altındadır. Ekspertlər belə deyirlər. Həm Amerika Birləşmiş Ştatları, həm də İran. İran iqtisadi təzyiq altındadır. Ciddi inflyasiya var İran daxilində. Amerika Birləşmiş Ştatlarında isə konqres seçkilər yaxınlaşır. Bu baxımdan da hər iki tərəfə bir nəfəsliyin əldə olunmasına ehtiyac var ki, bu da Hörmüz boğazından keçir ki, bu istiqamətdə tərəflər razılaşma əldə etməlidirlər. Başqa bir tərəfdən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Omanı təhdid etmişdi və Omanla bağlı da müəyyən belə deyək, hərbi variantların da masada olduğunu əslində Trump'ın verdiyi ultimatumlardan anlamaq mümkün oldu ki, əgər Oman da İranla bərabər düşünürlərsə ki, Hörmüzdən keçən gəmilərdən hər hansı bir rüsum əldə oluna bilər, o zaman biz Omanı darmadağın edəcəyik. Başqa bir variantlar da səslənir ki, Omanla bağlı, əlbəttə ki, Omana sanksiyalar da bu nöqtədə tətbiq oluna bilər. Əgər İranla həmfikir olarsa, təbii Omandan da rəsmi olaraq açıqlama gəldi ki, Oman bu nöqtədə İranla həmfikir deyil. Yəni oradan hər hansı rüsumların əldə olunmasına maraqlı deyil. Amma məsələ burasındadır ki, Hörmüz beynəlxalq boğazdır. Lakin beynəlxalq suların hər biri, hamısı oradan keçmir əslində. Yəni bir çox hissəsi düşür İran sahillərinə, başqa bir hissəsi Oman sahillərinə düşür. Bu nöqtədə əslində sığorta xərcləridir, xidmət haqqının alınmasıdır. İran tərəfindən də çox güman ki, danışıqlar prosesində bu məsələdə irəliyə sürünür ki, tam haqqımızdır ki, oradan həm sığorta haqqları, həm də xidmət haqqları alaq. Doğrudanmı İranın belə bir haqqı
var, həm də bu axşam ekspertlərimizlə bu məsələlərə də müəyyən aydınlıq gətirməyə çalışacağıq. Studiyamızın qonaqları beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı, eləcə də siyasi şərhçi Məhəmməd Əsədullazadə və Türkiyədən bizə Zoom bağlantısı ilə qoşulub İsmail Cingöz, beynəlxalq münasibətlər üzrə ekspert. Hər üçünüzün axşamı xeyir olsun. Axşamınız xeyir. Həşim bəy, sizdən başlamaq istəyirəm. Təşəkkürlər İsmail hocam. Dünən biz məlumat verdik, verilişin əvvəlində də bildirdim. Tərəflər çərçivə sazişi ilə bağlı razılaşma əldə ediblər deyildi. Axios bununla bağlı bir məlumat paylaşmışdı. Amma İran bir neçə saatdan sonra məlumatı təkzib elədi. Tərəflər niyə razılaşa bilmirlər? Problem nədir? Tərəflər ona görə razılaşa bilmirlər ki, biz bu suala cavab vermək üçün birinci onların şərtlərinə baxmalıyıq. ABŞ İrandan nə istəyir? Hörmüzə tamamən nəzarəti, İranın iddia etdiyi nəzarətdən əl çəkməsini istəyir. Eyni zamanda indi səsləndirməsələrdə bu münaqişənin əvvəlində iqtidar dəyişikliyini şərt kimi qoyuldu ki, İran hakimiyyəti getməlidir və burada yeni bir dünya standartlarına uyğun demokratik bir rejim qurulmalıdır. Eyni zamanda İranın xarici siyasətinə də qarışaraq onun məsələn Rusiya və Çinlə əlaqələrinin azaldılmalı olduğunu bildirirdilər və ən əsası isə uranın zənginləşdirilməsi məsələsi və nüvə silahı məsələsində Amerika Birləşmiş Ştatları tələb edirdi ki, İran bu iddialarından da əl çəkməlidir. Hətta hazırda zənginləşdirilmiş uran Amerika Birləşmiş Ştatlarına sizin də qeyd elədiyiniz kimi hər hansı başqa üçüncü tərəfə yox, birbaşa ABŞ-a təhvil verilməlidir. Bax, bu şərtlər hamısı ABŞ tərəfindən İrana irəli sürülən maksimalist şərtlərdir. ABŞ burada özünün maraqlarını tam şəkildə, maksimum səviyyədə həyata keçirmək istəyir. İran isə bunun qarşılığında Amerika Birləşmiş Ştatlarından tələb eləyir ki, bizim daxili siyasətimizə qarışmamalıdır. Biz Rusiya, Çin və ya başqa hər hansı bir dövlətlə münasibətləri özümüz istədiyimiz kimi koordinasiya eləyəcəyik. Münaqişə ərəfəsində İran Hörmüz boğazını bağladı və artıq gəmilərdən rüsum tələb etmə məsələsini aktuallaşdırdı. Bir növdə Hörmüz suları bizim sularımızdır mesajını verdi və artıq orada da İranın tam mənada hakimliyini tanınmasını istəyirdi. Eyni zamanda nüvə məsələsində də İran bir mənalı olaraq bildirdi ki, bizim nüvə silahı istehsal etmək fikrimiz yoxdur. Bu dinc məqsədlər üçün istifadə olunacaq və buna da kiminsə qarışmaq hüququ yoxdur. Yəni, qarşılığında da İran özü də ABŞ-a bir maksimalist şərtlər irəli sürdü. Belə olan halda da, yəni, hər kəsə də bəllidir, razılaşma nə vaxt mümkündür? Tərəflər kompromisə getməyi bacararlarsa. Biz şərtlərə baxanda görürük ki, hələ tərəflərin heç biri kompromisə getmək istəmirlər. Hər iki tərəf, həm İran, həm ABŞ öz maksimal şərtlərini qoyublar və qarşı tərəfdən də buna tabi olmasını istəyirlər. Bu da mümkündürmü? İndiki hərbi siyasi reallıqda deyil. Çünki nə İran hələ təslim olmayıb, nə də Amerika Birləşmiş Ştatları qüvvələrini geri çəkib məğlub olduğunu etiraf etməyib. Ancaq bu baş verərsə, yəni münaqişə yenidən alovlanacağı təqdirdə ya İran bir mənalı məğlub olarsa, ya da Amerika Birləşmiş Ştatları etiraf eləyərsə ki, yox, biz İranı məğlub eləyə bilmirik və ordusunu geri çəkərsə, bax ondan sonra biz zəif olduğunu bir növdə etiraf edən tərəfin güzəştə getdiyini görəcəyik. Bax ondan sonra artıq hansısa bir çərçivədən danışa bilərik və ya hansısa konkret razılaşmadan danışa bilərik. Ora qədər olan məsələlər isə tamamən bir versiya olacaq. Tərəflər biri, biz indi də qarşılaşırıq, bir həftədən bir, 10 gündən bir, maksimum bir aydan bir, biri digərinə təkliflər paketi göndərəcək. O qəbul olunmadıqda yenidən fərqli bir təkliflər hazırlanacaq. Amma baxacağıq ki, o əsas 4 şərt var. Məsələn, Amerikanın İrana irəli sürdüyü şərtlər, uranın verilməsi, xarici siyasətin koordinasiya edilməsi, Hörmüz məsələsi və eyni ilə də bayaq sadaladığımız İranın ABŞ-dan istədikləri. Bax, o şərtlər hamısı yenə də öz varlığını yeni çərçivələrdə də
qoruyacaq. Bu da o deməkdir ki, nə ABŞ İranın şərtlərini qəbul etməyəcək, nə də ki, eyni şəkildə İran da ABŞ-ın şərtlərini qəbul etməyəcək. Nəticə olaraq da diplomatik olaraq davam etdirilən görüşlər bir növdə nəticəsiz, yəni uğursuzluğa düçar olacaq. İsmail hocam, belə olan vəziyyətdə Amerika Birləşmiş Ştatları hərbi variantlara mı əl atacaq, yoxsa İranda məğlub olduğunu mu etiraf edəcək? Mevcut şartlara göre İran mağlup olduğunu ilan etmeyecek. Amerika Birleşik Devletleri'nin bir askeri operasyonu tekrar başlatma konusunda ise iç politikasında sıkıntılar yaşadığını görmekteyiz. Yani Amerika kendi senatosunda ve muhaliflerle, yani Amerika iç muhalefetiyle, hatta Donald Trump kendi senatörleriyle zaman zaman ters düştüğünü de görmekteyiz. Bu nedenle Amerika Birleşik Devletleri'nin yakın zamanda iç politikayı ikna etmeden bir askeri harekata başlama ihtimali oldukça düşük görünmekte. Ve bu da süreci uzatma için diplomasi hareketlerinin devam ettirilerek süreci uzatma yönünde bir hamle beklenmelidir. Ve aldığımız... Hocam, Amerika Birləşmiş Ştatlarına hazırki vəziyyətdə bu süreci, yəni müddəti uzatmaq sərf edirmi? Çünki Konqresə seçkilər də yaxınlaşır. Trump'ın üzərində də bir təzyiq var. Şimdi Donald Trump'ın en büyük handikapı seçimler, ara seçim dediğimiz Kasım 2026'daki seçimler Donald Trump'ı oldukça sıkıştırmış durumda. Bununla beraber Donald Trump uluslararası kamuoyunda da baskı altında. Bu Hürmüz Boğazı'nın kapanmasına bağlı olarak küresel olarak petrol, doğalgaz fiyatlarının yükselmesi ve uluslararası kamuoyu diyor ki bu savaş başlamadan önce Hürmüz Boğazı açıktı ve ticarette herhangi bir sıkıntı yoktu. Bu savaş başladı. Savaşı başlatan taraf Amerika ve İsrail ve bunun da sebebi Amerika diye uluslararası bir baskı altında Donald Trump. Bu sıkışmışlık içerisinde Donald Trump bir teklif sunarak 60 günlük daha bir ateşkes sürecinin uzatılması, diplomasi yönünde önemli hamleler içerisindeyiz. Biz bu işi çözeceğiz diyerekten kamuoyunu, hem uluslararası kamuoyunu hem iç kamuoyunu biraz daha oyalama taktiği var esasında. Ve bu süre içerisinde ölən insanları diriltmək üçün hap tapmışıq filan, yəni ictimai fikri manipulyasiya etmək üçün maraqlı belə deyək xəbərlər də çatdırır ictimaiyyətə. Bir de şu var, kapalı kapılar ardında diplomasi devam ettirilecek. Yani bir şekilde 60 günlük ateşkes süreci diyerekten diplomasiye çalışmalarımız devam ediyor diyerekten Donald Trump kamuoyunu oyalama için hamleler yapacak. Zaten Donald Trump'ın sık sık yaptığı açıklamalara da İran tarafı tekzip ediyor. Yani biz böyle bir açıklama yapmadık, böyle bir görüşme yapılmadı diye defalarca Donald Trump'ın açıklamalarında da yalanladılar. Bu nedenledir ki Donald Trump bir şekilde barışmaya ve razı olmak durumunda kalacak ama nasıl olacak? İşte nedir? Yenilgi senaryosu olmadan karşılıklı anlaşma, uzlaşma şekliyle, ama bunu da İsrail'i ve Yahudi lobisini nasıl ikna edeceği konusunda da bir belirsizlik var esasında. Yani sadece kamuoyu, iç kamuoyu, dış kamuoyu değil. İsrail ve Yahudi diasporasını da Donald Trump'ın ikna edememe gibi bir durumu söz konusu. Yani Amerika'da seçimler var sizin de söylediğiniz gibi ve Yahudi diasporası da bu seçimlerde oldukça etkili ve Donald Trump'ın savaşı sürdürerek İran'ı bir daha başını belinde doğrultamayacak şekilde yenilgi uğratması için hamleleri var. Fakat Amerika ordusu tarihte hiç olmadığı kadar sıkışmış durumda. Çünkü özellikle füze sistemlerinde cephane mühimmat eksiklikleri yaşadığını görmekteyiz. Donald Trump Güney Kore'den, Japonya'dan Patriot füzeleri talep etti. Onlar da vermediler. Çünkü biz bu füzeleri verirsek kendi savunma sistemlerimiz sekteye uğrar diyerekten Amerika'yı reddettiler. Sadece Ukrayna, Rusya ile savaş devam ettiği halde Ukrayna tarafından Amerika'nın daha önce oraya gönderdiği füzeleri gönderdiği yönde bilgiler söz konusu. Yani Amerika savaşı uzatmak da istese mühimmat konusunda sıkıntılar yaşadığı gibi bir durum söz konusu olduğundan dolayı savaşı da tekrar başlatmaya askeri yönden de hazır olmadığından dolayı bir sıkıntısı var.
Bu da Amerika'yı süreci uzatmak, yani gerilimli ama kontrollü şekilde uzatarak tribünlere oynamak dediğimiz bir tabir vardır. Bir şekilde de İran'ı yenemeyeceğini anladığından dolayı da onurlu çıkış dediğimiz şekilde bir barış söz konusu olabilir ama İran direniyor. Amerika'nın taleplerini kabul etmiyor. Amerika da geri adım atmak istemiyor. Bir belirsizlik söz konusu, açık, yani özet olarak bir belirsizlik var ama Məhəmməd bəy, siz də Amerika'da elə hesab elleri edirsiniz ki, yeterli değil. Bilirsiniz, bir qeyri-müəyyənlik var. qeyri-müəyyənlik yoxdur. Sadəcə olaraq İran tərəfi hazır ki, razılaşmaya o qədər getmək istəmir. Çünki mövqeyini kifayət qədər gücləndirir. Daha çox indi atəşkəsə müəyyən çərçivə sazişinə daha çox can atan məhz Amerika Birləşmiş Ştatları tərəf Donald Trump'dır. Çünki aralıq seçkiləri gəlir və orada qalib kimi getməlidir. Və İran da bunu bildiyi üçün digər şərtlərlə də çıxış edir. Məhz çalışır ki, Donald Trump məhz aralıq seçkilərində məğlub olsun, uduzsun. İranın planı bundan ibarət. Bu İrana nə qazandıracaq? İrana təbii ki, qazandırır. İranın geosiyasi mövqeyi güclənir. Həmçinin Trump'ın konkret seçkilərdə məğlub olması təbii ki, yeni administrasiyanın növbəti seçkilərdə Trump'ın məğlub olmasıdır, demokratların qələbə çalmasıdır. Demokratlar bir çox hallarda məhz İran hakimiyyəti ilə demək olar ki, müəyyən tellərlə müəyyən bir bağlar olur, danışıqlar aparılır. Elə Barack Obama'nın dövründə nüvə sazişi məhz demokratların vaxtında bağlanmışdı. Hesab edirəm ki, məhz İranın da əsas planı bundan ibarətdir ki, Donald Trump'ı artıq diplomatik danışıqlarda küncə sıxışdırmaqdır. Axios-un nəşri bəli, həqiqətən belə bir Amerika tərəfindən belə bir razılaşma var. İran tərəfi hələ bunu qəbul etmir. Çünki qeyd etdiyim kimi İran tərəfi bir növ özünü daxili publikaya, xalqa, həmçinin region ölkələrinə öz geosiyasi mövqeyini gücləndirən və müharibədə qalib tərəf kimi ayrılmaq istəyir. Və həmçinin Amerika ilə məğlub kimi yox, bir savaşdıq, amma ortada məğlub yoxdur və gəl orta məxrəcə gələk, müəyyən bir kompromisə gələk, müqaviləni bağlayaq. İran da tələbi bundan ibarətdir. Təbii ki, Amerikanın da tələbləri var burada. Kompromis. Amerikanın əvvəllər kapitulyasiya edir və Amerika həmin kapitulyantist bəndlərdən geri çəkildi, müəyyən orta məxrəcə gəlindi. İran tərəfi yenə də diplomatiyada Amerikanı manipulyasiya edirlər. Bunu Donald Trump qeyd edir ki, deyir, onlar danışıqlarda çox güclüdülər, bizi oyalayırlar. Elə sizin bu televiziyadan da dəfələrlə qeyd etmişəm ki, İran diplomatiyada Amerikanı kifayət qədər çətin vəziyyətə salacaq. Müharibədə 40 gün o amansız, dəhşətli müharibədə İran tərəfi məğlub olmadısa, Amerika rejimi devirə bilmədisə, bundan sonra çətin olacaq. Məsələn, Amerikanın strateji məğlubiyyəti idi ki, rejimi devirə bilmədi və dəfələrlə dedik ki, əgər rejimi devirə bilməsə... Amma Trump deyir ki, rejimi dəyişmişəm. Rejimi dəyişməsə, bəli, bu rejim... Özü üçün deyil. Bəli, rejim region ölkələr üçün təhdid olacaq. Baxın, indi həmin proses davam edir. Nəinki region ölkələri üçün, elə Amerikaya artıq ultimatumlarla İran rejimi danışır. Və hesab edirəm ki, Amerika tərəfi daha çox İranı iqtisadi blokadada saxlamaqla İranın danışıqlar masasına daha çox gətirə bilər, ondan güzəştlər qopara bilər. Amma İndi Sepah nümayəndələri də açıqlama verir ki, Amerika Birləşmiş Ştatları iqtisadi blokadanı davam etdirərsə, biz o zaman buna qarşılıq verəcəyik müharibə ilə. Mən hesab edirəm ki, bəli. Bu dəfə müharibəni başladan tərəf Həşim bəy, sizcə İran ola bilər? Yox, üzr istəyirəm. İran ola bilər sizcə müharibəni başladan tərəf? Mən düşünmürəm İran indi atəşi ilk açan tərəf olmaq istəsin. Ona görə ki, nəticə etibarilə müharibə İranın qapılarında gedir. Və eskalasiya baş verərsə, sərhədləri aşarsa bu müharibə ən çox zərər də İrana dəyə bilər.
burada tək dağıntılardan və yaxud da ki, ölümlərdən getmir söhbət. Burada iqtisadi məsələləri də biz nəzərdə tutmalıyıq. Bəli, mən orada razıyam ki... Məhəmməd bəy deyir ki, siyasi üstünlük İrandadır. Əgər belə üstünlük İrandadırsa, İran amma maraqlı deyil müharibənin başlamasına. Bu məqamda var. İranın geosiyasi üstünlüyü ondan ibarətdir ki, 40 günlük savaş sonrası Amerika Birləşmiş Ştatları Trumpın elan elədiyi məqsədlərin bir çoxuna, daha doğrusu əsasların bir çoxuna çata bilmədi. Siz qeyd elədiniz, Trump dedi, biz rejimi devirmişik. Əslində rejim devrilmiş sayılmır. Yəni ali dini liderin qalıqları qalıb deyir Donald Trump. Qalıqları biz onları da bitirə bilərik deyir. Amma o qalıqlar axı ölkəyə tam nəzarət eləyə bilir bu gün. Hansısa əyalətin İrandan qopduğunu və yaxud da ki, mərkəzi hakimiyyətə tabe olmadığını görürük. İran tam formada 90 milyona yaxın toplumu ilə yenə də hazırki hakimiyyətin nəzarəti altındadır. Ölkədə heç silahlı qarşıdurmada baş verməyib, parçalanma istiqamətində saya biləcəyimiz hər şey nəzarət altındadır. Polis küçələrdə həm mümkün təxribatlara qarşı hazırlıqlıdır, həm də ki, müharibədən əvvəl Trump nə deyirdi? Biz İranı vuracağıq, etirazçılar da hakimiyyəti ələ alacaqlar deyirdi. Yəni, onlar burada belə səhv hesabladılar və düşünürdülər ki, bir neçə zərbədən sonra artıq narazı təbəqə onlar küçələrə axışacaqlar və hakimiyyətə əl qoyacaqlar. Tam mənada hakimiyyəti əldə etməsələr belə İranda bir parçalanmaya gətirib çıxara bilərdi. Amma ABŞ-ın bu hesablamaları da səhv çıxdı. Nəyə görə? Çünki burada biraz fərqli ideoloji məsələlər var. Nədir bu ideoloji məsələlər? Hazırki rejimin toplumda yaratdığı bir düşüncə var, şeytan obrazı. Bu şeytan obrazı da həmin o dini kəsimdə kimdir? İsraildir və onun dəstəkçisi istənilən ölkədir. Söhbət tək ABŞ-dan getmir. Və həmin o etirazçı kütlə də diqqət eləmək lazımdır. Onların istəkləri heç də siyasi deyildir. İqtisadi faktorlardan, iqtisadi çətinliklərdən küçələrə axışmışdılar. Yəni onlar rejimi devirməyi bir sonrakı plan kimi düşünürdülər. İlk məqsədləri nə idi? Rejim onlara istədikləri sosial rifahı verəcəksə, onlar artıq etirazlarını siyasi dəyişimə qədər götürməyəcəkdilər. Belə bir reallıq var idi. Amma Amerika Birləşmiş Ştatları bunu elə bir tonda lanse etməyə çalışdı ki, sanki İranda xalqın böyük əksəriyyəti rejim dəyişikliyindən yanadır. Əksinə biz nəyi gördük? Zərbələrin ilk günündə göydən bombalar yağır və elə Cənubi Azərbaycan şəhərlərində də, İranın digər şəhərlərində də rejimə dəstək aksiyaları keçirildi və kifayət qədər də insanlar toplaşmışdı. Buyurun. Bilirsiniz, hazırda Amerika tərəfi elə bir vəziyyətə gəlib ki, İranı müəyyən şərtləri İrana təqdim edir. Qeyd edir ki, tamam, sən atom elektrik stansiyaları sökmürsən, amma beynəlxalq monitoring sistemi qururuq. Müəyyən qədər İran razılıq verdiyini də düşünürəm. İkincisi də bilirsiniz... Ərəb mənbələri bu haqda məlumat vermişdi. Beynəlxalq monitoring mərkəzləri yaradılması ilə bağlı. Amerikadan kompensasiya tələb edir müharibənin başlatdığına dağıntılara görə. İndi Amerika tərəfi İrana təklif edib ki, bilirsiniz ki, Qəzza Sülh Şurasında investisiya, bilirsiniz, fond yaranıb. Amerika tərəfi o fonddan İran üçün də İran investisiya fondu yaratmaq istəyir, təklif edib. Ora elə ərəb ölkələri, bir çox ölkələr həmin fonda pul yatırsınlar və o da İran iqtisadiyyatının dirçəlməsinə, yeni layihələr həyata keçirilməsinə bu vəsait ayrılsın və qeyd edilir ki, bu Kushner və Trumpın kürəkəninin bir planıdır və bir də Uitkovun bunlar İranda yeni investisiya layihələri həyata keçirsin. Mən hesab edirəm ki, İran tərəfi təbii ki, Amerikanın bu təklifləri ilə razılaşa bilər, amma iyunun 15-nə kimi İran ətrafında yeni bir hərbi eskalasiyanın baş verməsini istisna etmirəm. Çünki Amerika tərəfi məhz özünün müstəqillik bayramı 250 illiyinə görə İrandan tam razılaşmanı çərçivə sazişinə imza atmağı tələb edir memoranduma. İran bundan boyun qaçırır.
Mən hesab edirəm ki, İran yox, Amerika tərəfi İrana müəyyən hərbi zərbələr endirə bilər. Bəndər Abbas limanına xüsusilə neft terminalını, mülki infrastrukturu vura bilər ki, bir növ İranı bu çərçivə sazişinə imza atmağa sövq etsin. Təbii ki, bu prosesdə Çin var. Mən hesab edirəm ki, İranın hazırki memoranduma imza atmaması məhz Çin faktorundan da irəli gəlir. Bəli, razılaşmalar ortada var. Bu həm İranda lehinədir, həmçinin Amerikanda lehinədir. İran həmin sənədə imza atarsa bu İranın kapitulyasiyası olmayacaq. Amma göründüyü kimi artıq bu Amerika-İran iki tərəfli münaqişəsindən beynəlxalq və siyasi, geosiyasi bir münaqişə ABŞ və Çin arasında bağlı gizli bir planda rəqabət də gedir. Ona görə də Çin tərəfi İrana lojistik, hərbi və siyasi maliyyə dəstəyini verməklə bu imzanı, bu memoranduma imza atmağını gecikdirir və qeyd etdiyim kimi də əsas səbəb məhz Donald Trump'ın konqres seçkilərində onun partiyasının məğlub olmasına hesablanıb. Həmçinin Amerika 250 illik müstəqillik ilinə bir növ qalib ölkə olmamaq kimi qorxusu var. Bəli, qorxusu var və bu səbəbdən bəli İran tərəfi göstərmək istəyir ki, beynəlxalq qanunlarda baxın, Amerika qalib olmaq üçün mənə hücum etdi, amma bu günləri Amerika 250-liyini elan edir, amma İran üzərində qalib ola bilmədi. Necə Tehran bunu Amerikanın məğlubu kimi qəbul edir və İran da rejim də elan edir ki, mən öz dayanıqlığımı saxladım, regionda öz geosiyasi mövqeyimi saxlamışam, istədiyim vaxt Körfəz ölkələrinə də hərbi zərbələr endirəm. Biz bu haqda danışacağıq. Bircə dəqiqə reklam fasiləsinə ayrılmalıyıq. Reklam fasiləsindən sonra müzakirəmiz davam edəcək. Bəli, biz davam edirik. Həşim bəy, sizdən soruşmaq istəyərdim əslində. Hörmüz boğazı beynəlxalq boğazdır, amma suların böyük hissəsi beynəlxalq sular hesab olunmur. Çünki qeyd olunur ki, ekspertlər belə deyirlər. Onun bir hissəsi İran sahillərindən, digər hissəsi Oman sahillərindən və bir hissəsi də Birləşmiş Ərəb Əmirliyi sahillərindən keçir və əslində İranın tam haqqıdır ki, oradan sığorta haqqı alsın, xidmət haqqı alsın, müəyyən keçid üçün. Siz nə fikirləşirsiniz? Ümumiyyətlə Hörmüzə kim nəzarət etməlidir, yaxud da elə əvvəlki statusunda olmalıdır Hörmüz boğazı? Hörmüz boğazı əslində beynəlxalq sular adlandırılsa da, biz orada gəmilərin hərəkət trafikinə baxanda görürük ki, bu gəmilər böyük çoxunluqla hərəkət edirlər İran sahillərindən. Və o boğazın, belə deyək də, eni də o qədər böyük bir uzunluğa sahib deyil ki, onu beynəlxalq sular elan edilsin. Əslində, normal qaydada, məsələn, biz Xəzəri necə bölüşdürmüşük? Hər ölkə öz sərhədlərindən müəyyən kilometrlərlə onun ərazi suları adlanır və ortada qalan boş alan sadəcə beynəlxalq sular adlandırılır. İndi Hörmüz boğazında bizim elə geniş bir su hövzəsi yoxdur ki, onu bir neçə hissəyə parçalayaq. Bu sadəcə nə zaman ki dünya müharibələri bitdi, yeni sistem quruldu, qalib dövlətlər istədikləri kimi dünya xəritəsini formalaşdırdılar və orada da Hörmüzü beynəlxalq sular elan etdilər. Nəyə görə? Çünki bu o dövlətlərin iqtisadi maraqlarına tam uyğun idi. Bir var ya Omana, ya İrana, ya da elə Birləşmiş Ərəb Əmirliklərinə vergi ödəsinlər və bu da onların gəlirlərinin müəyyən bir hissəsinin vergi şəklində itirilməsi demək idi. Bir də var, çox asan bir yol seçdilər, buranı beynəlxalq sular elan etdilər və bu şəkildə əlavə vergilərdən azad oldular. İndi İran tərəfi də bu məsələni qabardır əslində ki, bu bizim sərhədlərimizdir, coğrafi olaraq bizim quru sərhədlərimizin yanından keçir bu gəmilər. Necə ki, biz onların təhlükəsizliyinə cavabdehik, bunun qarşılığında da öz vergi şəklində xidmət haqqımızı da almalıyıq. Təbii, proses şəkilləndikcə güc məsələsi də burada önəmli rol oynayacaq. Kim güclü çıxacaqsa bu münaqişədən, təbii ki, onun şərtləri daha önəmli olacaq, daha çox dinləniləcək. Əgər İran Amerika Birləşmiş Ştatlarını məğlub etməsə belə, geri oturda bilsə, yəni Amerika Birləşmiş Ştatları məqsədlərinə çatmadan bu sulardan ayrılarsa, o halda böyük ehtimal ki, İran artıq boğazı yenə də bağlı saxlayacaq və ya kimlər ki ona vergi ödəyəcək, o gəmiləri buraxacaq, digərlərinə isə
bu sular mənim ərazi sularımdır adı ilə saxlayacaq və ya fəaliyyətinə əngəllər törədəcək. Hocam, bir də bir qurum yaratmışdı İran əslində, oranın idarə olunması ilə bağlı administrasiya, lakin Amerika Birləşmiş Ştatları o quruma da sanksiyalar tətbiq elədi. Ümumiyyətlə İrana bu ideyanı kim verib? Verilişdən əvvəl elə reklam fasiləsində də sizinlə danışırdıq. Bildirdiniz ki, əslində bu ideya Misirdən gəlib İrana, Pakistan danışıqlarında. İstərdim elə fikrinizi publik olaraq da çatdırasınız. Bu Hürmüz Boğazı ortalama 30 kilometre genişliğinde, 30-31 kilometre genişliğinde bir su. Fakat tamamı yüklü gemilerin yani tankerlerin geçişine müsait değil. İran karasuları içerisinde kalan bölgede tahmini 6 kilometrelik bir alan ancak tankerlerin geçişine müsait bir coğrafya var. Yani limanın, daha doğrusu boğazın deniz tabanı derinlik bakımından İran karasuları daha derin olduğu için gemiler oradan geçmekte ve İran burada Mısır'ın da fikir vermesiyle ücret almaya başladı. Mısır, Süveyş kanalından ben ücret alıyorum, sen de buradan ücret alabilirsin diye fikir verdiğine dair bazı bilgiler söz konusu. Bu da Pakistan görüşmelerinde arabuluculuk sistemleri konuşulurken İran'ı ikna etme açısından olsa gerek böyle bir fikir verilmiş ve İran'da zaten burası benim karasularım içerisinde kalmakta. Ben karasularımı kapatıyorum diyerekten zaten Hürmüz'ü kapattı. Yani İran açıktan açığa Hürmüz Boğazı kapalıdır demedi dikkat ederseniz. Ben karasularımı geçişlere kapatıyorum diyerekten dolaylı bir şekilde Hürmüz'ü kapatmış oldu. Çünkü bu 6 kilometrelik tankerlerin geçişine müsait olan alan İran tarafında kalmakta. Buna hüququ var idi mi? İran'ın buna hüququ var idi mi? Şu ana kadar orası uluslararası su kabul ediliyor ama İran karasularım diyerekten bir defakto durum gerçekleştirdi. Bunu da taraflar kabul ederlerse hukuki olarak İran hak etmiş olacak. Şu anda hukuki olarak bu biraz muallakta kalmış oldu. Bu zamana kadar hep uluslararası geçiş suları diye kabul ediliyordu. İran karasularım diyerekten bir fikir ortaya koydu. Önemli olan bunu İran'ın bu bana ve uluslararası camiaya kabul ettirmesi. Bu defakto kabul edilirse hukuken de zımnen kabul edilebilir. Bilirsiniz, Hürmüz boğazı ilə bağlı məsələ birincisi ora beynəlxalq sulardır və kifayət qədər Amerikan hərbi gəmiləri də Hürmüz boğazı ilə keçid həyata keçirirdi. Çünki Körfəz ölkələrində lojistikanı məhz Amerika Birləşmiş Ştatları dəniz yolu ilə həyata keçirib. Ora beynəlxalq sulardır. İranın ora iddia etməsi qanunsuzdur. Qaldı isə Süveyş kanalı, o bilirsiniz ki, süni kanaldır. O tikilib və oradan da rüsum almaq Misirin haqqıdır. Həmçinin Panama kanalı da bilirsiniz ki, o da insan əməyi ilə tikilib, orada da keçid haqqı alınır. Amma digər boğazlar var ki, məsələn, Malakka boğazı və digər belə strateji Cəbəli Tarix, nəqliyyat, dəniz nəqliyyat dəhlizlərində bunlar beynəlxalq sulardır və burada hər hansı bir iddia irəli sürmək və oranı öz suları öz ərazi suları adlandırmaq bu bir növ dünyaya bir savaş açmaqdır. Dünyanın iqtisadi Cəbəl Tarix boğazından rüsum alınır yoxsa yox? Alınmır məncə. Niyəsə alınır deyə yadımda qalıb. Ola bilər, amma orada beynəlxalq sulardır. Buyurun hocam. Amma 6 kilometr deyil, 54 kilometr Hürmüz boğazına. Cəbəl Tarix boğazından alınır mı? Rüsum alınır mı oradan? Orası İngiltere'nin kontrolünde diye biliyorum ben de. Çünkü kuzeyde Avrupa yakasında kalan bir alanda İngiltere'nin üssü var. Orası hukuken İngiliz toprağı sayılmakta. Ama ücret alındığı yönde bilgi yok. Bence ben de benim az önce Hürmüz Boğazı'nda İran'ın bu para talep etme konusu bunu dayatarak zımnen kabul ettirmeye çalışılıyor. Yani bir taraf bazı ülkeler bunu kabul ederlerse zımnen İran bu hakkı elde etmeye çalışıyor. Yani şu anda hak olarak da orası evet Mehmet Hocama ben katılıyorum Mehmet Hocama. Orası uluslararası bir su. Fakat İran karasularından geçmektedir tezliğiyle davranıyor ve bunu da kabul ettirmeye çalışıyor. Yani ateşkes sürecinde bu bir şekilde
kabul edilirse İran bu hakkı elde etmiş olacak. Bilirsə, Hörmüz boğazı bir növ İran xilas kəməri oldu. Amerika Birləşmiş Ştatları, İsrail məhz Hörmüzü İran tərəfinə bağlanmasını düşünürəm ki, bu qədər gözləmirdilər. Hazırda məhz təkcə oradan enerji ehtiyatları, neft, qaz keçmir. Oradan həmçinin kənd təsərrüfatı üçün önəmli olan gübrə və digər təbii ehtiyatlar keçir və bu da dünya kənd təsərrüfatına, qida sənayesinə böyük zərbədir və hazırda Hörmüz boğazı ilə də ABŞ və İran arasında müəyyən fikir ayrılıqları var. Amma hesab edirəm ki, İran tərəfi əvvəl-axır Hörmüz boğazı ilə bağlı bu rüsum tələb etməsini arxa plana atacaq. Sadəcə olaraq İran tərəfi bunu Hörmüz boğazına rüsum tətbiq etməklə bir növ burada söz sahibi olduğunu və həmçinin Amerikanın növbəti hərbi əməliyyatların qarşısını almağı və müharibədən yayınmağını hesablayır. Mən düşünürəm ki, bundan ibarətdir. Bir növ özünü müdafiə edir, qoruyur Hörmüz boğazına. Həmçinin danışıqlar masasında əlavə öz şərtlərinin qəbul olunmasına çalışır. Əslində danışıqlar masası demişkən, Həşim bəy, mən bir məqam da maraqlandırır. Rubio'nun bir açıqlaması olmuşdu. Son açıqlaması da, yeni açıqlaması ki, biz İranla danışıqlarda müəyyən irəliləyişlər əldə etmişik. Maraqlıdır, nə kimi irəliləyişlər əldə olunub? Çünki təfərrüatlar açıqlanmır, gizli saxlanılır niyəsə. Mənə elə gəlir ki, bu razılaşmalar bayaq nümunələr verdim, əsas şərtlər, maksimalist şərtlər onlar ətrafında deyil. Bu razılaşmalar ola bilər ki, beynəlxalq ticarətin bərpa olunması, tərəflərin bir-birinə ərazi suverenliyinə hörmət etməsi, bir-birinin xarici siyasət hüquqlarına eyni zamanda hörmət etməsi, həmçinin fikir verirsinizsə, son vaxtlar Amerika tərəfi İranda rejimi dəyişəcək mesajını heç kimin dilindən vermir. Amma münaqişədən əvvəl elə Trump özü hər çıxışında demək olar deyirdi ki, biz İrana gedirik, orada rejimi dəyişəcəyik. Bax, ola bilsin bu məsələdə də artıq Amerika tərəfi İranla bir razılaşma içərisindədir ki, biz İranın daxili siyasətinə qarışmırıq, xarici siyasətində tərəflər koordinasiyalı şəkildə işləyəcəklər. Yəni, Amerika İranın xarici siyasətinə qarışmayacaq, amma o şərtlə ki, İran da atdığı addımlarla Amerikanın maraqlarına zərbə vurulmasın. Bax, belə ikinci dərəcəli məsələlərdə ola bilsin ki, onlar anlaşıblar. Tamamilə bunlar iqtisadi və siyasi, müəyyən siyasi məsələlər üzərində olan məsələlərdir. Ancaq hərbi anlamda və xüsusilə Uran məsələsində mən düşünmürəm ki, hazırda hansısa razılaşma əldə edilsin. Təbii müzakirələr davam edir. Ola bilsin ki, tərəflər sonra birə-bir prinsipinə, yəni birindən sən imtina et, birindən mən imtina edeyim şəklində ortaq məxrəcə gəlsinlər. Ancaq Uran məsələsi elədir ki, siz də verilişin əvvəlində qeyd elədiniz, Amerika tərəfi kəskin bir mövqe ortaya qoyub. Ya bizə verəcəksiniz, ya məhv edəcəksiniz. Amma üzr istəyirəm. Amma Amerika İranın Çinə uran ehtiyatlarını zənginləşdirilmiş sentrifuqanı Çinə verməsinə razılaşıb, belə bir məlumatlar var. Amma bir şərtlə verildi ki, həmin uran, zənginləşdirilmiş uran Çindən Amerikaya verilməyəcək. Mən düşünürəm ki, əgər ümumi ortaq razılaşma olarsa, bəli, İran tərəfi zənginləşdirilmiş 400 kiloqrama yaxın uranı Çinə verə bilər. Amma onu 3%-in özündə saxlamalıdır. Kənd təsərrüfatı, mülki məqsədlər üçün də. Həmçinin atom elektrik stansiyasında birini saxlamalıdır. Hətta Amerikada təklif edib ki, birgə atom elektrik stansiyası da tikə bilər mülki məqsədlər üçün. Hesab edirəm ki, qeyd etdiyim kimi, ola bilər ki, 15-nə kimi müəyyən bir ABŞ-ın İrana qarşı müəyyən eskalasiyası, hücumu baş verə bilər. Amma növbəti mərhələdə müəyyən bir çərçivə razılaşması imzalanmasını istisna etmirəm. İsmail hocam, bir də bu Körfəz ölkələrinin postmuharibə dövrünə hazırlıq məsələsi də gündəmə gətirilib. Körfəz ölkələri planlayırlar ki, artıq Amerika Birləşmiş Ştatlarının hərbi bazalarının o statusu məsələsini müzakirəyə çıxarmaq istəyirlər. Necə düşünürsünüz? Birləşmiş Ştatların hərbi bazaları yaxın şərqdən çıxarılarmı? Belə bir ehtimal varmı? Bəzi ekspertlər deyir ki, çıxarılar, çünki artıq Amerika Birləşmiş Ştatlarının marağında deyil yaxın şərqdə hərbi bazalarını saxlamaq. Çünki Amerika Birləşmiş Ştatları öz diqqətini daha çox Asiya-Pasifik bölgəsinə yönəldib. Siz necə düşünürsünüz?
Şimdi sorunuza cevap vereceğim. Hemen az önceki Cebel Tarık konusuna bu arada ben baktım. Oradan ücret alınmadığı ve uluslararası olarak kabul edildiği teyitli. Şimdi Körfez ülkeleri Amerika Birleşik Devletleri'nin artık kendilerini koruyamayacağını fiilen gördüler. Ve Amerika Birleşik Devletleri için Orta Doğu'da var olma sebebi İsrail'i korumak olduğunu da fiilen gördüler. Bu nedenledir ki artık Körfez ülkeleri bunu yüksek sesle açıklamaktadırlar. Biz kendi savunma sistemlerimizi, kendi savunma konseptimizi değiştirmeliyiz ve kendi savunma sistemlerimizi kurmalıyız diye açıklama yapmaktadırlar. Ve bu kuracağımız sistem içerisinde Türkiye ve Pakistan'da olmalıdır diyerekten yüksek sesle beyan ediyorlar. Çünkü burada bir savaş durumunda Körfez'in hemen karşı tarafından İran tarafı istediği ülkeyi, istediği hedefle, istediği yerden vurabildiğini gördüler. Ve artık Amerika bizi koruyamaz, biz kendi başımızın çaresine bakmalıyız diye bir açıklama durumundalar. Amerika'da eski gücünde olmadığını burada savaşı yaşayarak uluslararası dünyaya göstermiş oldu. Nasıl ki Ukrayna-Rusya savaşında Rusya'nın eski gücünde olmadığı ortaya çıktıysa İran savaşıyla da Amerika Birleşik Devletleri'nin artık hegemon dünya küresel sisteminin güçlü ülkesi olmadığı imajı ortaya çıkmış oldu. Evet, bugün Amerika dünyanın en büyük askeri sistemlerine sahip, dünyanın en büyük ordusuna sahip ama burada İran'ın coğrafi yapısı Amerika'nın oraya galip gelmesine engel olduğu da fiilen deneyimlenmiş oldu. Ve Körfez ülkeleri de Amerika'nın kendisini koruyamayacağı için bir daha söylüyorum, artık Amerika'ya güvenmiyorlar. Ve birdenbire olmayacak ama yavaş yavaş Amerika Birleşik Devletleri'nin Körfez ülkelerinden çıkartılması ilerleyen zamanlarda gündeme gelecek. Təşəkkür edirəm İsmail hocam. Hər birinizə minnətdaram şərh verdiyiniz üçün. Bəli, əziz tamaşaçılar, siz aktual gündəmi izləyirdiniz və biz bu axşam İran ətrafında baş verən hadisələri müzakirə etdik. Qeyd edim ki, saat 21 buraxılışında aktual gündəmin biz Ukrayna ətrafında baş verən hadisələri də müzakirə edəcəyik. Bilirsiniz ki, Rusiya dronu həm də Rumuniyaya düşüb və mülki əhali arasında da yaralananlar var. Bu NATO'nun 5-ci maddəsini gündəmə gətirəcəkmi? Rusiya, Ukrayna belə deyək, siyasiləri də ifadə edirlər ki, əslində Rusiya savaşı Ukraynanın sərhədlərindən kənara çıxarmağa çalışır. Bütün bu isti məqamları da aktual gündəmin 21 buraxılışında müzakirə edəcək. Odur ki, qaçırmayın, görüşənədək.